Salam əziz şagirdlər. Mən Hilal kurslarının Azərbaycan dili müəllimi Əmirova Zülfiyə sizə Hilal kurslarının 18 yanvar 2025-ci il tarixində keçirdiyi 4-cü mövzu sınaq imtahanının Azərbaycan dili fənninin 25 sualının izahını verəcəm. Birinci sual. Hansı cümlələrdə antonim cütlüklər işlənmişdir? Uşaq ikən öyrənən, böyük ikən peşman olmaz. İlk baxışda çaşdırıcı görsənən bu cümlədə əslində antonim cütlük yoxdur. Bilirik ki, böyük sözünün antonimi kiçikdir. Ona görə birinci cümləni biz götürmürük. Acı dərman sağaldar, şirin söz aldadar. Bu cümlədə antonim sözlər işlənib. Acı və şirin sözləri burada antonimdir. Ağ günün dostu qara gündə də yanında olar. Ağ gün və qara sözü burada antonim sözlərdir. Göz görməsə, könül sevməz. Bu cümlədə də antonim sözlər olmadığı üçün və bizdən antonim sözlərin işləndiyi, cütlüklərin işləndiyi variantları sualda istədiyi üçün cavabımız 2 və 3 olacaq. 2, 3 cavabımız C variantı. İkinci sual. Hansı cümlədə bir cür yazılan şəkilçi işlənmişdir? A bəndi. Çay gətirən xala anamın yaxın rəfiqəsi idi. Bu cümlədə bir cür yazılan leksik şəkilçi yoxdur. Xəstəxananın tibbi avadanlıqları vaxtında çatdırıldı. Bu cümlədə xana şəkilçisi var. Bilirik ki, xana bir cür yazılan ərəb-fars mənşəli şəkilçidir. Yer-məkan anlayışı bildirir. Xəstəxana sözündə də işləndiyi üçün cavabımız B bəndidir. Qarlı şaxtalı qış axşamı idi. Burada da gördüyümüz kimi yoxdur bir cür yazılan şəkilçi. Dülgər verilən sifarişi vaxtında çatdırdı. Burada gər hissəsi sizi çaşdıra bilər. Unutmayın ki, dülgər sözü bütünlüklə kökdür. Bu cümlədə də yoxdur bir cür yazılan şəkilçi. Usta otağına yeni alətlər gətirmişdi. Bu cümlədə də bir cür yazılan leksik şəkilçi olmadığına görə cavabımız B bəndidir. Üçüncü sual. Mövcuddur sözünün fonetik təhlili ilə bağlı doğru fikirləri müəyyən edin. Fonetik təhlildən sual düşəndə biz ilk öncə nə etməliyik? Sözün tələffüzünü yazmalıyıq. Sözün düzgün tələffüzü mövcud. Çünki mövcud sözü d samiti ilə bitib, BDGC qaydasına görə ondan sonra samit gəldiyi üçün biz onu öz kar qarşılığı kimi tələffüz edirik. Buradakı dur şəkilçisi də şəxs sonluğu olduğu üçün sondakı r samiti səs düşümü hadisəsi ilə tələffüz olunmur. İki yerdə d səsi işlənmişdir. Əlbəttə bu fikir yanlışdır. Gördüyümüz kimi tələffüzdə iki yerdə d səsi işlənməyib. Yazılışı ilə tələffüzü arasında bir fərqli məqam var. Bu fikir də yanlışdır. Çünki burada bir səs dəyişimi və bir səs düşümü hadisəsi baş vermişdir. 3 sait səs işlənmişdir. Bəli, həqiqətən də tələffüzdə də yazılışda da görürük ki, burada 3 sait səs işlənib. Bu fikir də doğrudur. Bir-birinin qarşılığı olan samitlər yanaşı işlənmişdir. T və D bir-birinin qarşılığı olan samitlərdə həqiqətən də yanaşı işləniblər. Bu fikrimiz doğrudur. Ahəng qanunu pozulmuşdur. Bəli, həqiqətən də bu sözdə ahəng qanunu pozulub. Bizə də mövcuddur sözünün fonetik təhlili ilə bağlı doğru fikirlər istədiyi üçün cavabımız olacaq 3, 4 və 5. Yəni, cavab C bəndi. Dördüncü sual. Tərkibinə görə təhlildə biri yanlışdır. Kəsicidir. Kəsicidir sözünün kökü kəsmək feilidir. İci burada leksik şəkilçidir. Həqiqətən də leksik şəkilçidə icini yazıblar. Bir də qrammatik şəkilçidir. Həqiqətən də qrammatik şəkildə yazıldığı üçün burada hər şey doğrudur. Soydaşların sözündə sözün kökü soydu. Nəsildən, kökdən, soydan söhbət gedir. Daş bilirik ki, bir cür yazılan milli şəkilçidir. Burada daşı da həqiqətən də leksik götürüblər. Lar cəm şəkilçisi qrammatik. In da nədir? Hal şəkilçisi, bu da qrammatikdir. Burada da hər şey doğrudur. Topladıq sözünün kökü topdur. La leksik şəkilçidir. D qrammatik və q da şəxsonluğu, bu da qrammatikdir. Lakin burada gördüyümüz kimi D qrammatik şəkilçi olmasına baxmayaraq onu leksik şəkilçi altında yazıblar. Bu yanlışdır. Q samiti də qrammatik şəkilçi də doğrudur. Lakin burada uyğunluq pozulduğu üçün səhvdir C bəndi. Balıqçılar sözündə sözün kökü balıqdır. Ç leksik şəkilçidir. Lar cəm şəkilçisidir. Ç həqiqətən də leksik olduğu üçün doğru, lar da həqiqətən də qrammatik olduğu üçün doğru yerdə yazılmışdır. Səbirsizdir sözündə sözün kökü səbir. Siz leksik, bir qrammatik şəkilçidir. Siz leksik şəkilçi də doğru yerdə yazılıb, bir də qrammatik şəkilçi də doğru yerdə yazılıb. Bu bəndlərdə də hər şey doğru olduğu üçün uyğunluq pozulan, yəni yanlış olan bəndimiz C bəndidir. 5-ci sual. Hansı bənddə sözün heca bölgüsü ilə tərkibinə görə təhlili üst-üstə düşür? Gəlin əvvəlcə sözləri tərkibinə görə təhlil edək. Sözün kökü gül, dan leksik, da qrammatik və dır da qrammatik şəkilçidir. Baxıcılıq sözündə sözün kökü bax, ıcı leksik, lıq leksik şəkilçidir. Məsləhət sözün köküdür. Məsləhətləşmək leksik, ib qrammatik, lər qrammatik şəkilçidir. Yarallarımız sözündə sözün kökü yarmaqdır. A leksikdir, l leksikdir, lar qrammatik, ımız qrammatik.
Düşüncələr sözündə sözün kökü düşünməkdir. C leksikdir, lər qrammatikdir. Gəlin indi bu sözləri hecəyə ayıraq. Güldandadır sözünü altından bu cür ayırsaq, gül, dan, da, dır. Həqiqətən də bu sözün gördüyümüz kimi tərkibinə görə təhlili ilə hecə bölgüsü üst-üstə düşmüşdür. Cavabımız A bəndidir. Gəlin baxaq, niyə digər bəndlər yanlışdır. Baxıcılıq sözünü biz hecəyə ba, qı, cı, lıq formasında ayırırıq. Gördüyünüz kimi sözün kökü baxdı, amma sözün ilk hecəsi ba olduğuna görə B yanlış bənddir. Məsləhətləşiblər sözündə sözün kökü məsləhət. Daha doğrusu biz burada onu hecəyə ayırmalıyıq. Məs-lə-ət, lə-şib-lər. Gördüyümüz kimi burada da hecə bölgüsü ilə tərkibə görə təhlil üst-üstə düşmür. Cavabımız C-də deyil. Yaralılarımız sözün kökündə ya-ra-lı-larımız. Gördüyünüz kimi yenə də tərkibə görə təhlillə hecə bölgüsü üst-üstə düşmədiyi üçün cavabımız D-də deyil. Düşüncələr. Burada da düşünmək sözü hecədə 2 hecəyə bölündüyü üçün cavabımız E bəndi də deyil. Cavab olur A bəndi. 6-cı sual. Tərkibində qapalı sait olmayan sözdür. Yenə də uşaqlar yadımıza salmalıyıq ki, saitlə bağlı, samitlə bağlı istənilən bir sualda biz sözlərin tələffüzünə sait deyəndə, qapalı sait deyəndə biz sözlərin tələffüzünə baxmalıyıq. Başlayar sözünü başlayar kimi tələffüz etdiyimiz üçün burada I saiti qapalı sait olacaq. Burada qapalı sait var. Əlağa sözünün tələffüzündə I saiti düşdüyü üçün burada qapalı sait yoxdur. Hacıoğlu sözündə I saiti düşür, səs düşümü hadisəsi ilə, lakin sondakı U saiti qapalı sait olduğu üçün burada da qapalı sait var. Həftə arası sözündə sözün son saiti I qapalı sait olduğu üçün burada da qapalı sait var. Qalaya sözünün tələffüzü qalıya olduğu üçün burada da tələffüzdə qapalı sait olduğu üçün cavabımız bizim əlağa B bəndi oldu. 7-ci sual. Hansı sözdə hecaların sayı ilə saitlərin sayı bərabərdir? Hökümdar sözündə tələffüzdə səs artımı qapalı sait K və M saitlərin arasına artırılır. Deməli, bu sözdə 3 sait var. Lakin hecanı biz sözün yazılışına baxdığımız üçün bu söz hecalara hökümdar formasında ayrılır. 2 heca var. Bu sualda, bu sözdə A bəndində hecaların saitləri ilə saitlərin sayı bərabər deyil. Sehirbaz sözündə yenə də sihir sözündə A samitlə başlanan şəkil çağırtırıldığı üçün səs artımı hadisəsi baş verdi. Deməli, bu sözdə 3 sait var. Yenə də hecaya biz sözün yazılışına baxdığımız üçün burada 2 heca var. Saitlə heca sayı bərabər olmadı. Cavab B-də deyil, A-da deyil. Həcmli sözündə, həcm sözündə li artırıldığı üçün səs artımı hadisəsi artırılır. Bu sözdə 3 sait, 2 heca var. Cavabımız C bəndi də deyil. Müavin sözünün tələffüzündə heç bir dəyişiklik baş vermir. Burada 3 sait var. Və həmçinin də hecada müavin 3 heca olduğu üçün sait və hecaların sayı müavin sözündə bərabər oldu. Maaş sözündə hecaların sayı maaş formasındadır. Lakin tələffüzdə A saitin biri düşdüyü üçün və səs uzaması hadisəsi baş verdiyi üçün burada 1 sait var. Və burada 2 heca var. Yenə də heca sayı ilə sait sayı üst-üstə düşmədiyi üçün cavabımız B bəndi də uyğun deyil. 8-ci sual. Hansı bənddə düzəltmə söz verilmişdir? Biz bilirik ki, sözlər düzəltmə olarkən onların kök və leksik şəkil sırasında müttəq məna əlaqəsi olmalıdır. Saxlamaq sözü düzəltmə sözə bənzəsə də, sağ deyə dilimizdə leksik mənası olan söz yoxdur, saxla sözün köküdür. Bu söz sadə sözdür. Dinləmək sözündə dinmək sözü ilə dinləmək sözünün əlaqəsi olmadığı üçün dinləmək sözü də sadə sözdür. Yoxlamaq sözü də sözün kökü yox ola bilməz, olmayan bir şeyi biz yoxlaya bilmərik. Cavabımız C bəndi də deyil. Bəsləmək sözü də bəs sözündən bəslə əmələ gəlmir. Ona görə cavabımız D bəndi də deyil. Demək ki, cavabımız E bəndidir. Çünki burada sözün kökü bağ, kəndir, ip, la leksik şəkilçidir. Bağlamaq. 9-cu sual. Düzgün yazılmış sözlərin hansında ahəng qanunu pozulub? Təbiət sözü düzgün yazılmayıb. Burada y samiti olmamalıdır. Və burada düzgün yazılmadığı üçün bu sözü biz ümumiyyətlə çıxırıq.
Dostpərəst sözündə də sonda tığ samiti olmalıdır. Bu söz düzgün yazılmamışdır. Füzuli sözü düzgün yazılıb və ahəng qanunu həqiqətən də burada pozulub. 3-ü götürə bilərik. Müşayiət sözü də yanlış yazılıb. Söz müşayiət formasında yazılmalıdır. Ona görə bu sözün də yazılışı yanlış olduğu üçün ahəng qanununa baxmağa ehtiyac yoxdur. Layihə sözündə doğru yazılıb və layihə sözü də ahəng qanunu pozulub. Deməli, layihə sözü də bizə uyğun gəlir. Cavabımız 3-5 A bəndidir. Sinonimlərdən ibarətdir. Şirin və şəkər sözləri sinonim deyil. Çünki şirin sifət, şəkəri isə isimdir. Duzsuz və şit sözləri həqiqətən də sinonimdir. Çünki şit elə duzsuz deməkdir. Leksik mənaları eynidir. Cavabımız B bəndidir. Unudulmuş və qədim sözləri də sinonim ola bilməz. Çünki qədim sözü sifət, unudulmuş sözü isə sözün kökü unutmaq, unudulmuş. Başlanğıc forması unudulmaq feil olduğu üçün unudulmuş sözü ilə qədim sözü nə leksik məna cəhətdən, nə də nitq hissəsi ilə uyğun gəlib sinonim ola bilirlər. Kal və yetişməmiş sözlər də ilk baxışda bir-birinin sinoniminə bənzəsələr də bunlar da sinonim deyirlər. Çünki yetişmək sözü burada feildir. Gördüyünüz kimi inkar şəkilçisi də var. Ona görə də kal sözü sifət olub yetişməmiş sözü feil olduğu üçün bu sözləri də biz sinonim götürə bilmərik. Sinonimlərin məna tayları mütləq eyni nitq hissəsi olmalıdır. Maarif sözü ilə savadlı sözü də sinonim deyil. Çünki maarif nə isimdir, savadlı isə necə sifətdir və həmçinin leksik mənaları da bir-birinə yaxın və eyni olmadığı üçün cavabımız E bəndi də doğru bənd deyil. 11-ci sual uşaqlar. Bitkinlik sözündə sayı bir vahid artır. Sayının bir vahid nəyin artığını bilmək üçün mütləq yenə də bu sözün tələffüz formasını yazmaq mütləqdir. İt, in, nih formasında tələffüz olunur. Sonor samitlərimiz bilirik ki, L, M, N, R samitləridir və bu sözündə sayı bir vahid artır. Bitkinlik sözündə sonor samitlərin sayı artmır. Niyə? Çünki L samiti zaten sonuruydu. O N samiti ilə dəyişmişdir. Sonor samitlə dəyişildiyi üçün cavabımız 1 yanlışdır. Cingiltili samitlərin sayı artırmı? Bitkinlik sözündə bəli, həqiqətən də Q samitini biz G kimi tələffüz etdiyimiz üçün burada cingiltili samitlərin sayı bir vahid tələffüzdə artdı. Kar samitlərin sayı artmır, yəni dəyişmir. Əksinə azalır. Q samiti G-yə keçir. Burun samitlərimiz bilirik ki, M və N samitidir, M və N. Burada burun samitlərin sayı bir vahid artır. Xeyr, bəli, diqqətli olun uşaqlar, fikir verirsinizsə, L samiti N samitinə keçmişdir. Bəli, hər ikisi sonor olsa da, lakin L samiti sonor burun samiti deyil. L samiti burun samiti ilə əvəz olunur. N samiti ilə bəli, burun samitlərinin sayı bir vahid həqiqətən də artır. Qarşılığı olmayan samitlərimizin sayı 5 ədəddir. L, M, N, R və E samitidir. Qarşılığı olmayan samitlərin də tələffüzdə sayı artmır, eyni qalır. Sayı bir vahid artan oldu cingiltili samitlər və burun samitləri. Cavabımız 2 və 4. On ikinci sual, uyğunsuzluğu müəyyən edin. Yalnız termin kimi işlənə bilən sözdür. Ahəng sözü həm termin, həm də ümumişlək sözdür. Bu yanlışdır. Volt sözü yalnız termin kimi işlənə bilən sözdür. Həqiqətən də düzgün sütunda yazılıb. Orfoqrafiya yalnız termindir. Surət həm termin, həm ümumişləkdir. Tənlik sözü yalnız termindir. Orfoqrafiya sözü yalnız termindir. Surət sözü həm termin, həm ümumişlək olduğu üçün biz burada çıx qoyuruq. Tənlik sözü də yalnız termin olduğu üçün burada üstəgəl qoyuruq. Həm termin, həm də ümumişlək söz kimi işlənə bilər. Dəftər yanlışdır. Enerji doğrudur. Qüvvə doğrudur. Tangens yanlışdır. Sifət doğrudur. Bizdən şərtdə uyğunsuzluğu istədiyi üçün biz həm sol üstündə, həm də sağ üstündə qarşısına çıx qoyan rəqəmləri götürməliyik. Cavabımız olur 1, 4, 6 və 9. Cavab A bəndidir. 13-cü sual. Sual işarəsinin yerinə hansı söz yazıla bilməz? Həm kökü, həm də şəkilçisi fərqli tələffüz olunan sözdür. Buludlar sözünün kökü bulud, lar cəm şəkilçisi qrammatikdir. Tələffüzdə BDGC qaydasına görə bulud sözünün son samiti öz kar qarşılığına keçir. L samiti də səs dəyişimi ilə D-yə keçir. Diqqətli sözündə sözün kökü diqqətli, li söz düzəldici şəkilçidir. Tələffüzdə birinci Q samiti K-ya keçir.
diqqətli deyə tələffüz edirik. Saatlarla sözündə sözün kökü saatlılar cəm şəkilçisi, la qrammatik şəkilçidir, ilənin qısaltmasıdır. Saatlarla sözündə saatlardan formasında tələffüz olunur. Kəndlər sözündə də sözün kökü kənd, lər qrammatik cəm şəkilçisi, BDGC qaydasına görə kənd sözü t samiti keçir, sondakı d samiti özkar qarşılığına keçir. Kəndlər formasında tələffüz olunur. Güldanda sözündə sözün kökü gül, dan leksik, da yerlik al şəkilçisidir, qrammatikdir və bu sözün tələffüzü güldanda heç bir dəyişiklik baş vermir. Bizə deyir ki, həm kökü, həm də şəkilçisi fərqli tələffüz olunsun. Cavabımız elə A bəndidir. Çünki daha doğrusu A bəndi ola bilməz. Niyə? Çünki bizə deyir ki, sual işarəsinin yerinə yazıla bilməz. Buludları yaza bilərik, diqqətlini yaza bilərik. Çünki həm kök, həm də şəkilçi fərqli tələffüz olunur. Saatlarla sözünü də bura yaza bilərik. Həm kök, həm şəkilçiləri fərqli tələffüz olunur. Kənddən sözünü də, kəndlər sözünü də yaza bilərik. Həm kök, həm şəkilçi fərqli tələffüz olunur. Lakin güldanda sözünü yaza bilmərik. Çünki sözün kökü güldür, fərqli tələffüz olunmur. Danda da şəkilçiləri fərqli tələffüz olunmadığı üçün cavabımız E bəndidir. 14-cü sual. Hansı nümunədə altına xətt çəkilmiş sözlər biri ilə amonimdir? A bəndi. Bilirik əsər sözünün amonim məna tayları var. Amma gəlin baxaq, A bəndində hansı mənada işlənmişdir? Əsər, külək, yarpaqlar pıçıldar gecənin sirrini. Əsər hər kəsin diqqətini cəlb etdi. Buradakı əsər sözləri bir-biri ilə amonim deyil. Çünki birinci cümlədəki əsər sözünün kökü əsmək, hər də qeyri-qəti gələcək zaman şəkilçisi olar. Başlanğıc formaları eyni olmadığı üçün əsər sözü ilə digər əsər sözünün mənaları da amonim mənalara uyğun gəlmədiyi üçün cavabımız A bəndi deyil. Qarı var, arpa unundan aş eylər, qarı var, buğda unun daş eylər. Burada qarı qoca qadın mənasıdır. Qarı vaxtında təmizləmək lazımdır. Burada da qarı sözü, qar sözün köküdür. I qrammatik şəkilçidir, təsirli kal şəkilçidir. Başlanğıc formamız qar olduğu üçün yenə də bu cür sözləri biz amoform sözlər adlandırırıq. Bunlar amonim sayıla bilməz. Çünki qarı sözünün digər mənası qoşa, birlikdə yaşlanmaq deməkdir. Qazana nə qoysan, çömçəyə o gələr. Burada qazan sözü bəli amonim sözdür. Bəli, burada iri metal qab mənasını ifadə edir. Qazan sözün köküdür, A qrammatik şəkilçidir. Qazan həqiqətən də burada amonimdir. Çalış il içində hörmət qazan, yəni hörməti və əldə etmək mənasındadır, qazanc mənasındadır. Ona görə də hər iki qazan sözü burada doğru mənalarında işlənərək amonim söz kimi götürülür. Qara bax qara, gör necə yağır. Qara günün ömrü az olar. Birinci cümlədə təbii ki, qara sözü sözün kökü qardır. A yönlük şəkilçisidir. Yenə də başlanğıc formaları düzgün olmadığı üçün bu sözlər bir-biri ilə amonim sayılmır. Bağ sözü. İlk baxışda bağ sözünün biz amonim olduğunu görürük, bilirik. Lakin unutmaq lazım deyil ki, biz həmçinin onların cümlədə mənasına baxmalıyıq. Bağ bağbanın məskənidir. Burada həyat yanı ərazidən söhbət gedir bağ. Əlbəttə bu isimdir. Bağ müxtəlif meyvə ağacları ilə bəzənmişdir. Diqqət edin, hər iki cümlədəki bağ sözünün leksik mənası eyni verildiyi üçün bu sözləri biz amonim götürə bilmərik. Cavabımız C bəndi. Daş qabağı yer süpürmək, frazeoloji birləşməsinin mənası dilxor olmaq, dilkef olmaq deməkdir. Bilirik ki, frazeoloji birləşmənin antonimi mütləq frazeoloji birləşmə olmalıdır. Hüseyn ali məktəbə daxil olmaqla sanki valideynlərinə dünyaları bağışlamışdı. Deməli, dünyalara bağışlamışdı. Bu da çox sevinmək, sevincli olmaq deməkdir. Daş qabağı yer süpürməyin antonimi olacaq A bəndində. 9B sinifinin şagirdləri can deyib can eşidirdilər. Bu, qaş qabağı yer süpürməyin antonimi deyil. Can deyib can eşitməyin antonimi olacaq kölgəsini qılınclamaq. Dostlara aralarından su keçmirdi, aralarından su keçməməyin də antonim olacaq. Kölgəsini qılınclamaq ola bilər. Zeynəb imtahan müddətində əlini ağdan qaraya vurmurdu. Əlini ağdan qaraya vurmamaq, çox çalışmamaq ifadəsini, mənasını ifadə edir. Bu, frazeoloji birləşmənin antonim olacaq. Həddindən artıq çox çalışmaq, gecəsini gündüzünə qatmaq, əziyyət çəkmək olar, amma qaş qabağı yer süpürmək olmaz. Qəm dəryasına qərq olmaq isə qaş qabağı yer süpürməyin antonimi yox, sinonim ola bilər. Cavabımız A bəndi. 16-cı sual. Leksik şəkilçi, üstəgəl kök, leksik şəkilçi, üstəgəl qrammatik şəkilçi sxeminə uyğun gələn sözü müəyyən edin. Demək ki, bu sxemə uyğun gələn sözdə mütləq şəkildə ön şəkilçi olmalıdır. Badam sözünün kökü elə badamdır.
Banı biz görən kimi burada bizi ba çaşdırmamalıdır. Sözün kökü bütövlükdə badamdır. Lıq leksikdir. Da yerlik hal şəkilçisi qrammatikdir. Ön şəkilçi olmadığına görə cavabımız A uyğun gəlmir. Bisavad sözündə sözün kökü savaddır. İ ön şəkilçi leksikdir. Lar da qrammatik şəkilçidir. Bizdə şərtdə kökdən sonra leksik şəkilçi gəldiyi üçün cavabımız B bəndidə uyğun deyil. C bəndi. Laqeydlik. Laqeydlik sözündə sözün kökü qeyddir. La ön şəkilçi leksikdir. Lik də leksikdir. Burada da sonuncu qrammatik şəkilçi əksik olduğu üçün cavabımız C bəndidə deyil. Nadanlar sözündə sözün kökü nadandır. Diqqətli olaq ki, burada da sözün kökü nadan deyil, na ön şəkilçi deyil, lar cəm şəkilçisidir. Cavabımız D bəndi də uyğun gəlmir. E bəndi cömertlikdən. Sözün kökü mərd. Co ön şəkilçi leksikdir. Lik leksik, dən də qrammatik şəkilçi olduğu üçün şərtimizdəki sxemə uyğun gəlir. Cavab E bəndidir. Sual işarəsinin yerində hansı söz yazıla bilməz? İlər. İçində olmaq, daxil olmaq. Bu izahlı lüğətdir. Bu sözlərin təbii ki, leksik mənası olacaq. Özündə ehtiva etmək. Ehtiva etmək doğru cavab B bəndidir. Sözlərdən biri sintaktik üsulla yaranmayıb. Sintaktik üsulla yaranan sözlər mürəkkəb sözlərdir. Zir-zibil mürəkkəb sözdür. Meşəbəyi mürəkkəb sözdür. Əl və bir mürəkkəb sözdür. Gün və orta mürəkkəb sözdür. Lakin sırağa sözü olmadığına görə sırağa gün sözü isə sadə sözdür. Cavab D bəndi. 19. İxtiyar sözünün leksik təhlili ilə bağlı uyğunluğu müəyyən edin. İxtiyar sözünə gəlin baxaq. İxtiyar sözünün amonimli eyni nitq hissəsinə aid olur. Əlbəttə bu yanlışdır. Çünki ixtiyar sözünün bir anonim məna tayı haqq, hüquq deməkdir. Bu isimdir. Digər mənası isə oca, ahıl olduğu üçün eyni nitq hissəsinə amonim fikri yanlışdır. Yaşlı sözü ilə sinonim ola bilər. Bəli, ixtiyar sözü yaşlı sözü ilə sinonim ola bilər. Hər iki mənasının antonimliyi yoxdur. Bu da yanlışdır. Çünki ixtiyar sözünün sinonimi yaşlıdır. Yaşlının da antonimi gənc, cavan ola bilər. Haqq, hüquq sözləri ilə sinonimdir. Əlbəttə, bunu da biz qeyd etdiyimiz kimi sinonim olduğu üçün 4-ü də biz düz götürdük. Bizə uyğunluğu müəyyən edin dediyi üçün doğruda biz doğrunu üstəgəlik, yanlışda da biz yanlışı çıx qoyduğumuz fikirləri götürməliyik. Cavabımız 2, 3, C bəndidir. 20-ci sual. Hansı cərgədəki ilk sözü çıxarsaq, yerdə qalan sözlər quruluşca sadə olar? Birinci sözümüz birinci sırada. Qardaş sadə sözdür. Yoldaş sözün kökü yoldur. Daş bir cür yazılan leksik milli şəkilçidir. Ağdaş sözündə ağ sözün köküdür. Daş da digər kökdür. Ağdaş sözü bilirik ki, mürəkkəb sözdür. Yoxsul sözü sözün kökü yoxdur. Sul leksikdir. Yəni birinci sırada biz qardaş sözünü çıxartsaq, yerdə qalan sözlər quruluşca sadə olmadı. Cavabımız 1 yanlışdır. Yoxsul sözünün sözün kökü yoxdur. Sul leksik şəkilçidir. Çilingər sadə sözdür. Yüksəkli sadə sözdür. Deməli, ikinci bənd bizə uyğun gəlir. Yoxsul sözünü burada çıxsaq, çilingər və yüksək sadə sözlər olaraq qalacaqlar. Balaca sözünün kökü ilə balacadır. Bu sözün kökü bala ola bilməz. Yəqin ki, hamınızda xatırlayırsınız. Balaca. Axsaçlı sözü iki sözdən ibarət olub mürəkkəb sözdür. Qaranquş da yenə də sadə sözdür. Deməli, cavabımız bizim nədir? 3 də uyğun deyil. Çünki 3-cü sırada balaca sözünü ilk sözü çıxartsaq, digər sözlər yenə də sadə olmur. Dünyəvi sadə sözdür. Çoxdankı sözünün kökü çoxdur. Dan leksik, çı leksikdir. Yaraqlı sözündə də sözün kökü yaradı. Q leksik, L leksikdir. Yəni biz burada ilk sözü dünyəvi sözünü çıxartsaq, yerdə qalan sözlər quruluşca sadə sözlər olmayacaq. 4-ü də götürə bilmərik. Soyuducu sözün kökü soyumaq feilidir. D leksikdir, ucu leksikdir. Yırğalanmaq sözündə sözün kökü ilə yırğaladı. Yırğa sözü yoxdur, maqramatikdir. Anlamaq sözündə də anla sözün kökü də maqramatikdir. Demək ki, birinci söz soyuducunu çıxartsaq, yırğalamaq və anlamaq sadə sözlər olaraq qalacaqlar. Deməli, cavabımız bizim 2 və 5 C bəndidir. Tanış olaq. Bir padşah varmış, özü də çox duyğulu adam imiş. Sevinəndə dəli kimi sevinər, üzüləndə də ölürmüş kimi dərdə qəmə batarmış. Bu padşah bir gün məmləkətə car çəkir ki, onun bu xəstəlikdən hansı təbib qurtara bilsə, həmin adamı dünya malından qane edəcək. Amma qurtara bilməyəni də edam etdirəcək. Kim bu işə girişər? Təbib Loğman canından keçməyib ki. Nəhayət, saçı saqqalı ağarmış bir dünya görmüş qoca padşahın köməyinə gəlir və deyir: Ay oğul,
Dərddən qurtarmağın birinci işi onu olduğu kimi qəbul etməkdir. Sənin məsələn elədir ki, bunu dava dərmanla düzəltmək mümkün deyil. Amma sənə bir tövsiyəm var. Bir üzük düzəltdir. Qaşına da belə yazdır. Bu da keçər. Sevinəndə də, üzüləndə də ona bax. Qoca bu sözü deyib gedir. Padşah onun məsləhət etdiyini kim bir üzük düzəltdirir, üstündə də bu da keçər yazdırır. Boş anında da baxır, üzüləndə də. Sevincindən şaqqanaq çəkib gülmək istəyəndə üzüyə yazdırdığı sözə baxıb kiriyir, dərddən ağlamaq ərəfəsinə gələndə də üzüyə baxıb təsəlli tapır. Belə deyirlər ki, padşah mükafatlandırmaq üçün o qocanı nə qədər axtarsa da, o nişanda, o əsərdə birisini gördüyünü deyən tapılmır. Belə bir maraqlı, mənalı bir mətnimizdən sonramızın şərti ilə tanış olduq. Gəlin izah eləyək. Mətndə səbəbi verilib. Dünya görmüş bir qocanın padşahın yanına gəlməsinin səbəbi əlbəttə ki, mətndə verilib. Qocanın yoxa çıxmasının isə səbəbi verilməyib. Mətndə səbəbi verilməyib. Qocanın dünya görmüş bir insan olmasının səbəbi yoxdur mətndə. Padşahın üzərində bu da keçər sözlərinə yazılmış üzük düzəltdirməsinin isə səbəbi verilib. Bizdən uyğunsuzluğu istədiyi üçün biz mətndə səbəbi verilən hissədə səbəbi verilməyəni, səbəbi verilməyən hissədə isə üçün səbəbi verilmədiyi üçün səbəbi verilən fikri götürməliyik. Yəni cavabımız olacaq bizim 2, 4. Mətndəki qoca obrazı hakimiyyət və idarəetməni deyil, çünki o padşah deyil. Qorxaqlıq heç deyil, qorxaq deyildi, güvənsiz deyildi. Həyat təcrübəsinə və hikmətə malik idi ki, padşaha da belə bir məsləhət verir və fitnəkarlıq da aid deyil. Cavabımız D bəndi. 23. Mətndə qarşısında hansı işarə qoyulmuş ifadələrdən məcazi mənada işlənmişdir? Gəlin, baxaq. Dərdə qəmə batarmış, əlbəttə, deməli, romb işarəsi olan olacaq məcazi məna. Edam etdirmək, etmək, olmaq, bilməklə düzələn mürəkkəb feildir, ayrı yazılır. Canından keçmək məcazi mənada işlənmişdir. Deməli, həm romb, həm ulduz məcazi mənada işlənib. Deyib gedir. Bu da həqiqi mənadır, məcazi məna deyil. Və üzüyə baxır. Bu da həqiqi mənada işləndiyi üçün cavabımız bizim olur romb və ulduz işarəsi, yəni D bəndi. 24. Mətndə qocanın padşaha verdiyi məsləhətə əsasən hansı nəticəyə gələ bilərik? Gəlin görək bu mətndən hansı bir ideya çıxır? Dərd yalnız dərmanla sağalar. Yanlışdır. Mətndə belə bir məsləhət, belə bir nəticəyə gəlmirik. Ümumiyyətlə, nəticəyə gəlməyi biz mətnin nəticə hissəsində, son hissəsində görə bilərik. Dünya görmüş insan da səhv edə bilər. Xeyr, burada heç bir dünya görmüş insan səhv etməmişdir. Daha doğrusu, A bəndini də biz götürməliydik. Yanlış. Kədər insanı zəiflədər. Burada da kədərlər insan yoxdur, olsa da bizə bildirilmir. İnsan həmişə sevinməlidir. Bu da yanlışdır. Hər hal keçicidir. Heç bir şey qalıcı deyil. Yəni, padşah güləndə də bu güldüyü günlərin keçdiyini və yaxud da ki, kədərli anlarında üzüyə baxdıqda isə kədərli anlarının da mütləq tezliklə keçəcəyini xatırlayır. 25-ci sualda üzərində rəqəm yazılmış hansı ifadələr mətndəki yerinə görə bir-birini əvəz edə bilər? Gəlin mətnə baxaq. Mətndə üzündə rəqəm qoyulmuş sözlərdən birisi 6 və 7. Nişan və əsər sözləri, bəli, nişan və əsər sözləri bir-birini əvəz edə bilir. Biz nişanə, əsər 6 və 7. Digər ikisine gəlin baxaq hansı olar? Əvvəla bir rəqəmi yazılmış sözü tapaq. Bir rəqəmi yazılmış sözümüz ay oğul dərddən qurtarmağın birinci işi onu olduğu kimi qəbul etməkdir. Dərd və dava dərman bu sözlər bir-birini əvəz edə bilməz. 3. Tövsiyə. Tövsiyə sevinəndə sözü ilə uyğun gəlmir. Həmçinin sevinəndə sözü ilə buradakı birinci sözümüz bizim hansı idi? Dərddən, dərd sözü ilə və dava dərman sözü ilə uyğun gəlmədiyi üçün cavabımız 3 ilə 6-7-ni götürəcək. Çünki nişanə əsər deməkdir. Bir də tövsiyə sözü ilə məsləhət sözünü götürəcək. Məsləhət də burada bizdə 5-ci sözdür. Deməli 3, 5, 6, 7-nin yerini biz nə edə bilərik? Dəyişə bilərik. 3-cü, 5-ci və 6-cı, 7-ci sözlərin yerini bir-biri ilə əvəz edə bilərik. Çünki bunlar yaxın mənalı, leksik mənası oxşar və ya eyni olan sözlərdir. Hamıya uğurlar uşaqlar. Təşəkkürlər.